Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq Lamborghini ilə gəlir. Adını da oxuyam. Əsas odur ki, mən o qiymətini dedim də yarım milyonluq. Yəni nəvəsi əlbəttə ki, bu boyda, bu qalmaqallardan sonra, söhbətdən sonra nəvə deyərdim ki, şir ürəyi yeyib də. Bax, bu hadisələr baş verir. Gedin 5.000-ə bir dənə, nə bilim 8.000-ə bir dənə yüngülvarı belə deyirlər də. Ayağınızı yerdən götürən bir avtomobil alın, gəzin də şəhərdə. Bax, hadisələr gərgin bir vaxtdır. Bəli, prezident administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbər Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyevlə bağlı maraqlı faktlar məlum olub. Hamı bilirsiniz, onların fərqli bir maşınlarının nömrələri var, maşınları fərqlidir. Onlar maşını da fərqli idarə edirlər. Onlar rulda da fərqli otururlar. Çünki o qədər pullar var ki, bilirsiniz, insan pulu, bu pul bəzən insanı o qədər dəyişir ki, o ümumiyyətlə cəmiyyətdə çox fərqli bir adam olur. Modern, yenə də deyirəm, mən istinad edirəm modern.az. Təbii ki, modern.az xəbər verir ki, Ramiz Mehdiyevin nəvəsində Hikmət Əliyev Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyə İbrahimova adlı qadın idarə edir. Mesela hamının xaricdə nəvələrinin 15 yaşında nəvəsi olan, təkcə Ramiz Mehdiyevdən getmir, digərlərinin də 15 yaşında nəvəsi var, deyir ki, nə bilim 5 şirkəti Dubaydadır, 5 şirkəti Fransadadır, İtaliyadadır. Hikmət Əliyev 90 AA 500 dövlət qeydiyyatlı nişanlı 630.000 manat dəyərində olan maşını idarə edir. Təbii ki, yenə də deyirəm, mənbə unikaldır. Təbii ki, modern.az-da götürüb ictimailəşdirib. Mən də modern.az-dan götürüb ictimailəşdirdim, sizə çatdırdım.